Şah İsmailin ölümündən sonra 1578-ci ildə Osmanlılar Azərbaycana hücum edir və Bakını işğal edirlər. Deyilənə görə hamı təzim eləsə də bir sufi təzim etmir. Bunu görən paşa qəzəblənsə də qəzəbini boğub sufiyə: "Ey sufi, sən mənə təzim etmədin, amma canlı bir şərtlə bağışlayaram ki, şəhərə hansı qapıdan girəcəyimi təxmin edəsən." Bu anda sufi əlindəki kağıza bir neçə cümlə yazır və paşaya uzadaraq paşanın hansı qapıdan içəri girəcəyi bu kağızda yazılıdır deyir. İstehza ilə gülən paşa yanında durduğu divarın sökülməsinin və yeni qapının oradan salınması əmrini verir. Qapıdan içəri girdiyi anda kağızı açdıqda isə sufinin bu sözləri ilə qarşılaşır. Paşa elə bir qapıdan şəhərə girəcək ki, hələ o qapıdan heç kəs şəhərə daxil olmayıb və deyilənə görə həmin qapı Murad darvazası adlanır və həmin Murad darvazası isə möhtəşəmliyi ilə budur.